Dostlar salam. Bu gündən etibarən artıq biz Excel VBA-də class modul dərslərinə başlayırıq. Bu birinci dərsdir və bundan sonra təxmini, yəni ümumi olaraq 1, 5, 6 dərs planlaşdırmışıq. Class modulun ən təməl ilk istifadəsindən necə yaradılır, nə üçün istifadə olunur, bundan başlayaraq ən yüksək istifadəsinə, yəni ən professional istifadəsinə qədər getməyi planlaşdırırıq. Təxmini 5-6 dərs boyunca biz class moduldan danışacağıq. Dostlar, ümumiyyətlə biz indiyənə qədər class moduldan istifadə etmirdik. Yəni dərslərimiz boyunca da və əsas işlərimiz boyunca da əsasən modullardan istifadə edirdik. Hansı ki, modullarla zaten biz işlərimizi görürdük. Bəs yaxşı, class modul bu halda bizə nə kimi köməklik edəcək? Ümumiyyətlə class modulun bildiyimiz moduldan nə kimi fərqlər var, nə kimi üstünlüklər var? Onlara toxunaraq bu 5-6 dərs boyunca bunu öyrənməyə çalışacağıq. Dostlar, o zaman gəlin çox uzatmayaq və həmən birbaşa keçək Excel VBA tərəfə və əsas dərsimizin əsas mövzusuna keçid eləyək. Dostlar, class modul adı üstündə bir moduldan fərqli olaraq bir class, bir sinif bir moduldur. Hansı ki, bu class modul dostlar Excel VBA-yə xas bir məsələ deyil. Əslində biz başqa proqramlaşma dillərində də C# olsun, C++ və Java kimi dillərdə də əslində buna rast gəlirik. Buna orada class deyirlər, bir tip deyirlər. Necə ki, class digər dillərdə nə kimi özəlliklərə malikdirsə, aşağı-yuxarı bəzi əksik tərəfləri ilə class modulda da eyni qaydada mövcuddur. Hansı ki, biz klassları əsasən digər dillər, yəni C# kimi dillərdə və C++ kimi dillərdə əsasən OP anlayışını belə deyək, gətirmək üçün, OP anlayışını tətbiq etmək üçün istifadə edirdik. Və o olmasın və ümumi olaraq yəni klassdan istifadə edirdik, amma əsasən təbii OP-də daha çox istifadə olunurdu. Əslində bizdə Excel VBA-də də artıq biz işlərimizə xətti məntiq kimi deyil də, yəni sadə bir alqoritmik məntiq kimi deyil də, artıq o hər birinə bir obyekt kimi yanaşacağıq və təbii ki də söhbət obyektdən gedirsə, artıq burada biz class moduldan mütləq şəkildə istifadə etməliyik. Dostlar, keçməmişdən əvvəl mən ümumiyyətlə bu dərs boyunca nələrdən danışacağıq, yəni birinci dərsdə biz nələrdən danışacağıq, onlar haqqında da məlumat vermək istəyirəm. Class modulda obyekt anlayışından danışacağıq. Ümumiyyətlə biz indiyə qədər obyektdən danışmamışıq, yəni modulda yazdığımız kodlarda, amma artıq bundan sonra obyektdən danışacağıq və hər bir yəni class modulu və ya obyektin hansı komponentlərdən ibarət olduğundan danışacağıq. Təbii ki, bu komponentlərin hamısını bu dərsdə keçməyəcək. Dostlar, biz bəzilərinə burada baxacağıq, ən azından bu dərsə aid olanlarına və gələn dərslərdə də yəni sırası ilə hər birinə baxıb da hər birinin istifadəsinə yəni istifadə edəcəyik və baxacağıq. Və daha sonra class modulda encapsulation qaydasından danışacağıq. Hansı ki, encapsulation qaydası dostlar OOP-nin 4 prinsipindən əsaslarındandır. Burada da tətbiq olunur. Və ən sonunda da dostlar nothing açar sözü var. Çünki biz artıq obyektdən söhbət açırıqsa, artıq obyekti necə ki biz yaratdığımız kimi, əslində obyektin özünü də silə də bilərik yaddaşdan. Bu zaman biz artıq nothing keyword-ündən istifadə edirik və nothing keyword-ündən də eyni qaydada danışıb da bu dərsi yekunlaşdıracağıq. Dostlar, o zaman gəlin başlayaq. Class modul əlavə etməmişdən öncə mən istəyirəm elə dediyimiz kimi ümumiyyətlə obyekt nədir? Yəni class modulda obyekt anlayışı nədir? Ona baxmağa çalışaq. Bunun üçün biz Draw.io adında bir proqramdan istifadə edək və burada müəyyən bu vizuallarımızı göstərək, yəni vizual olaraq göstərək bunu. Dostlar, fərz eləyin ki, biz indiyənə qədər təbii Excel-in özündə modul daxilindən olsun, fərq etməz. Yəni adi prosedurlar yazarkən əsas məqsədimiz nə idi? Təbii ki də database, yəni səhifələr üzərində olan məlumatları, yəni hansı bir database var idi. Bu databaseləri istifadə edirdik. Misal üçün mənim hər hansı bir məhsul cədvəlim ola bilərdi. Məhsulun ID-si ola bilərdi, name ola bilərdi, quantity-si ola bilərdi, hansı kateqoriyaya aid olduğu ola bilərdi və s. və axır müəyyən məlumatları burada cəmlənirdi. Dostlar, biz məqsədimiz nə idi? Əslində modul fərq etməz, modulda yazdığımız proseslər olsun və ya digərləri. Biz bunlardan istifadə edərək bu cədvəldə olan məlumatların hər birini deməli, bəzən artırdıq, bəzən azaldırdıq, silirdik və ya üzərinə düzəlişlər edirdik və s. Əslində, yəni class modulunda əsas məsələsi budur. Sadəcə bunu artıq modul daxilindən deyil də, qarmaşıq kodlar vasitəsilə deyil də, daha sadə variantda etməyə bizə imkan verəcəkdir. Yaxşı, bunu deməmişdən əvvəl təbii ki də dediyim kimi hər bir yəni class modulunun obyekt anlayışı nədir, onlara baxmağa çalışaq. Dostlar, Draw.io-nu yenidən açıram. Dostlar, dediyim kimi biz artıq burada
yəni VBA class moduldan danışırıqsa, mütləq şəkildə biz artıq obyekt anlayışından da danışmalıyıq. Obyekt dediyimiz bu məfhumat, bu element nədir? Deməli, obyekt dostlar, artıq biz hər bir cədvəldə biz müəyyən məlumatları saxlayırıq. Yəni misal üçün mən bu cədvəlimdə, yəni məhsul cədvəlimdə aydın məsələdir ki, məhsulların adlarını və onların xüsusiyyətlərini saxlamalıyam. Əslində dostlar, mənim yəni satış etdiyim və ya ki mənim biznesimin yəni əsas gəlir qaynağı məhsulların satışıdırsa, yəni mənim məhsulum mənim üçün bir obyektdir. Dostlar, yaxşı, bir obyekt olaraq, yəni bir element olaraq və ya ki bir əşya mı deyim və ya ki nəsə bir məfhumat olaraq biz bu məhsula, yəni biz bu məhsuldan nə gözləyirik və ya ki biz bu məhsula baxarkən onda nə görürük sualını verə bilərəm. Yəni ki dostlar, gəlin burada bir dənə belə bir şəkildə bir element əlavə eləyək, bu shape-dən əlavə eləyək və bu bizim üçün olsun, deməli bizim məhsul cədvəlimiz. Tamam. Buna deyək, bu bizim məhsul cədvəlimiz olsun. Bu şəkildə. Deməli, product. Dostlar, bir məhsul demək o deməkdir ki, məhsulun nəyi olur? Məhsulun təbii ki də nə olmalıdır? Mütləq şəkildə bir özünə xas bir ID-si olmalıdır. Çünki mənim şirkətimin daxilində necədir? Hər bir məhsulun adı familiyası olduğu kimi özünə xas bir ID-si də mütləq şəkildə olmalıdır. Və hər bir məhsulun nəyi var? Bir adı var. Özünə xas. Misal üçün, məhsulun nə adı ola bilər? Kola, Fanta, nə bilim, çörək, tort və s. kimi məhsullardır. Mən hansı ki bunların adlarının hamısını, bunların satışlarını gerçəkləşdirirəm. Başqa nəyi var? Həmin məhsulun mənim ambarımda və ya ki ümumiyyətlə nə qədər olduğunu göstərən quantity var. Yəni ki, toplam nə qədər dəyərini göstərən bir dəyər var, bir ədəd var. Və həmçinin dostlar, bu məhsul misal üçün təbii ki də hansı kateqoriyaya aiddir də, düzdürmü? Yəni içkidirmi, koladır, fantadır, bunlar içkidir, sudur, içkidir. Amma çörəkdir və ya digərləri bunlar yeməyə daxildir və ya ki şirniyyat ola bilər və ya geyim və s. və axırda, yəni böyük bir mağazadır, hər bir şey satılır. Bu şəkildə bir misal üçün kateqoriyası da düzdürmü ola bilər. Və təbii ki də bu siyahını artıra bilərik dostlar. Yəni biz məhsuldan tək bunları gözləmirik. Bizim məhsulda başqa nə gözləntimiz var? Yəni misal üçün var onun sales price ola bilər və ya ki unit price deyək birinci. Yəni ki, onun bir alış dəyəri və ya ki, yəni bir maya dəyəri deyək də buna. Həmçinin nəyi var? Bunun sales price-ı da var. Hansı ki biz 5 manata alırıqsa, tutaq ki bunu bir 10 manata da sata bilərik, düzdürmü? Və s. və axır dostlar, çox uzatmağa gərək yoxdur deyə düşünürəm. Təbii ki də daha da böyütmək olar bu siyahını, çünki məhsul bunlardan ibarət deyil. Və bu şəkildə dostlar, müəyyən biz ona xas özəllikləri qazandıra bilərik. Əslində dostlar, baxın, bu kvadrat içərisində gördüyümüz bu məhsul artıq nə bir məhsuldursa fərq etməz. Yəni bunun özünə xas ID-sinin, adının və digər məlumatlarının olduğunu görə bilərik. Baxın dostlar, bir obyekt, artıq əgər bir tərif gətirmək gərəkirsə bu məsələyə, bir obyekt özünə xas olan məlumatlarla birlikdə bir obyekti təşkil edir. Yəni bir məfhumatlı bir elementi təşkil edir. Baxın, əslində dostlar, bizim bu yanaşmamız, artıq obyekt yanaşmamız bizim indiyə qədər ənənəvi şəkildə cədvəlləri məlumat əlavə edib çıxarmağımızın arasındakı əsas bağlantı odur ki, əslində biz hər bir sətirdə olan bu dəyərlər var idi bizə. Misal üçün, ID1 nə var? Coca-Cola 5 dənə, nə bilim, kateqoriyası içki və digəri çörək və s. Bu şəkildə hər bir əslində dostlar bir obyekti deməli özündə ehtiva eləyirdi. Və dostlar, biz artıq bu obyekt vasitəsilə, yəni biz buna müraciət eləsək, desək ki, misal üçün bu Coca-Cola obyektidir, misal üçün Coca-Cola məhsuludur, desək ki, Coca-Cola mənə adını denən, o bizə adını verməlidir və ya mənə sayını denən, o bizə sayını geri qaytarmalıdır və ya ki, bizə deyə bilməlidir. Hansı ki, biz normalda bunları necə edirik dostlar? Modul daxilində müəyyən proseslər yazırdıq. Deyirdik ki, tutaq ki, get Coca-Colanı tap həmin filan cədvəldən və onun sayını mənə qaytar. Və ya ki, Coca-Colanı tap, onun mənə kateqoriyasını qaytar. Və ya ki, kateqoriyalar, içkilər üzrə kateqoriyalar üzərində axtarış et və oradan geriyə mənə nəyi qaytar? Məsəl üçün, onların total sayını və ya hansı məhsulların olduğunu mənə geriyə qaytar deyə müəyyən modullar daxilində, düzdürmü? Biz müəyyən o, necə deyərlər, requestlər yazırdıq da, düzdür, modullar daxilində müəyyən sapasörlər yazırdıq, hansı ki, onlarla vasitəsilə biz məlumatları alırdıq. Lakin dostlar, artıq class modul onları modullar daxilində dağlıq bir şəkildə deyil də, hər bir obyektin və ya ki, hər bir class modulun öz içərisində bunu yazmağa bizə imkan verir. Hətta bunu bizə belə deyək də, əsas şərt kimi, bir qayda kimi qoyur və artıq mən həmin obyektlərə, yəni ki, məhsul obyektinə müraciət elədiyim zaman toplu şəkildə, bu dediklərin hamısını mən oradan götürə bilərəm. Yəni ki, mən bir dəfə
obyektə müraciət eləyəcəm. Müraciət edəcəm obyekt tutaq ki, Coca-Cola obyektidir. Mənə adını ver. Mənə nə qədər sayım var, onu mənə denə. Artıq mənim onun kateqoriyası nədir? Unit price nə qədərdir? Sales price nə qədərdir? Və yaxud da ki, digər məsələlərin hamısına, yəni bu məlumatların hər birinə çata biləcəm. Bax dostlar, bunların hər biri, yəni modullar daxilində yazılan, beləliklə dağınıq bir şəkildə olan bu proseslərin hamısını class modul artıq öz içərisində daha qorunaqlı şəkildə, daha kontrollu bir şəkildə özündə saxlaya bilir. Yaxşı dostlar, bu əslində danışıqlarımızın hər biri. Əslində bizim bayaqlar PPT faylında sizə göstərmiş olduğum əslində member variable'lar sayılır. Hansı ki, hər bir obyektin və ya hər bir class modulun, yəni artıq nəyi var? Member variable'ları və yaxud da ki, həmin deməli məhsulu, daha doğrusu həmin obyekti göstərən və həmin obyektin nələrdən ibarət olduğunu bizə göstərən müəyyən deməli bu member variable'lardan ibarətdir. Yəni ki, mən artıq bir product dedikdə artıq mənim proqramım Excel VBA başa düşəcək ki, həmin bu produktun nəyi var? ID-si, name, quantity, kateqoriyası və digər məlumatları mütləq şəkildə olmalıdır. Yəni ki, bu məlumatlardan hər hansı birinin olmaması artıq ehtimal daxilində belə deyil. Yəni mütləq şəkildə bunların hamısı hələ ki olmalıdır. Yəni ki, mənim produktumun yaranması üçün dostlar, lap başqa cür desək, yəni mütləq ID-si olmalıdır, adı olmalıdır. Yəni təsəvvür edin dostlar, məhsul yaratmışam, tamam, bir məhsul gəlir mənim ambarıma, adı yoxdur və ya ki, sayı sıfırdır, yoxdur və ya kateqoriyası yoxdur. Yəni belə bir şey mümkündürmü? Həyatda belə mümkün deyil, qaldı ki, yəni bizim VBA, Excel VBA-də. Yaxşı dostlar, bu bizim produktumuzun neyləri idi? Member variable'ları deməli sayılır. Bəs yaxşı, mən bayaqdan fikir versəz nələrdən danışıram? Deyirəm ki, hər bir obyektin nəyi var? Tutaq ki, member variable'lar var. Yəni ki, mən ona müraciət eləyəndə nə baş verir? O mənə qaytarır ki, ID-si nədir, name'i nədir və s. Yəni bu özündə xas məlumatları var. Amma dostlar, bir obyekt əslində müəyyən işləri də görə bilməlidir. Misal üçün, mənim produktum, mən ona müraciət elədiyim zaman o, belə deyək, gedib də bir obyekt yaratmalıdır. Yəni ki, obyektim mən özüm yox. Bu obyekt özünün bir parçasını yaratmalıdır. Lap dəqiq isə dostlar, mən bu produkta, bu məhsula və ya ki, bu obyektə müraciət etdiyim zaman gedib də, yəni məsələn yeni bir məhsul yaratmaq istəyirəm, gedib də bu cədvəldə müəyyən bir sütunda və ya ki, sətirlərdə yeni bir məhsulu mənim ambarıma daxil eləməlidir. Yəni ki, dostlar, bunların da əslində biz normalda harda yazırdıq? Onsuz da biz bunları modul daxilində yazırdıq. Düzdürmü? Yazırdıq, məsəl üçün, hər hansı bir product management modulu. Product management modulun içərisində add metodu subproseduru yaradırdıq və bu subprosedurda müəyyən bir məlumatlar ona ötürürdük və ya ki, bu məlumatlar içərisində text user formlardan gələn və ya ki, bir məlumatlardan gələn məlumatların hamısını son sətirlərə və ya ki, müəyyən sətirlərə əlavə edirdik. Yəni, yenə eyni qayda dostlar, modulda kənarda qalan o dağınıq şəkildə olan həmin o proseslərin hər biri artıq bizdən istənilir ki, class modulda bu class modulun daxilində olsun və onu kontrollu bir şəkildə ora məlumatları daxil etsin. Dostlar, bayaqdan mən bir dənə burada mötərizə açmaq istəyirəm. Bayaqdan mən kontrollu şəkildə məlumatların ötürülməsi və ya saxlanması deyirəm. Bunu da biz bir neçə dərs sonra keçəcəyik. Yəni məlumatları, yəni biz errorların handle olunması, yəni errorların, xətaların idarə olunması haqqında bir dərs keçəcəyik. Orada bu kontrol altında saxlamaq nədir? Əsasən biz orada görmüş olacağıq. Dostlar, bir məhsula, yəni dedik ki, member variable'lar var və həmçinin bu bir obyekt olaraq müəyyən bir işləri görməlidir. Yəni, mən misal üçün, mən bu obyektə müraciət etdikdə bu obyekt gedib nə etməlidir? Misal üçün, bu cədvələ, məhsul cədvəlinə bir məhsulu add etməlidir. Yəni ki, dostlar, gəlirəm, mən deyirəm ki, burada add metodu. Dostlar, baxın, bu altına yazdığım, bu xəttdən aşağı yazdığım dəyərlər isə mənim olacaqdır PPT faylında yazdığım bu metodlar. Artıq biz bu dərsdə iki dənə məsələyə baxacağıq. Bir, class modulun və ya ki, obyektin member variable komponenti və həmçində metod komponenti və property və digər class initialize və termination və constructor, destructor deyirlər bəzən buna. Onları da gələn dərslərdə biz baxacağıq. Dostlar, bunlar da olacaqdır mənim üçün nə? Metodlarımız. Bəs yaxşı, metodlara müəyyən bir tərif gətirmək gərəkirsə, metodlar, yəni obyekt üçün, yəni işləyən və ya ki, obyektdə müəyyən əməliyyatları icra edən
bir deməli metodlar və ya subprosedurlar sayılır. Dostlar, mən məhsulu add eləyə bilərəmmi? Bəli. Bəs yaxşı, məhsulu həmçinin dostlar silə bilərəmmi? Yəni ki, məsəl üçün mən hər hansı bir məhsulu bəyənmirəm və ki, ümumiyyətlə o mənim cədvəlimdə olmamalıdır. O məhsul nə olmalıdır? Remove olmalıdır. Həmçinin dostlar, mənim olan məhsulum update ola bilərmi? Məsəl üçün Coca-Cola məhsuludur. Nə bilim 5 dənə sayı var hal-hazırda. Lakin bir dənəsi satıldı, o nəyə düşməlidir artıq? Məsəl üçün 4-ə düşməlidir, düzdürmü? Və belə olduğu təqdirdə bu cədvəldə yeni bir sütun əlavə olunmur, yeni bir sətr əlavə olunmur və hər hansı bir sətr də silinmir. Sadəcə olan sətirdə müəyyən bir dəyişiklik aparırıqsa biz, dostlar, belə olduğu təqdirdə, baxın, biz bu deməli obyekti nə etməliyik? Mütləq şəkildə update etməliyik. Və yaxud ki, dostlar, biz ümumiyyətlə ailəmizdə hansı məhsullar var? Fikir versəniz, bayaqdan biz add, remove, update əsasən bir hərəkət mənasını bildirən bir işlərdən bəhs edir. Düzdürmü? Hansı bir cədvəl üzərində müəyyən dəyişiklikləri deməli icra eləyir. Amma bu tək belə olmaya bilər. Məsəl üçün, mən deyə bilərəm ki, A-product məhsulu, yəni mənə ümumiyyətlə sənin daxilində nə qədər məhsul var? Onların hamısının adlarını mənə, yəni bir obyekt kimi qaytar da, bir cədvəl kimi, və ya ki, bir array kimi qaytar. Yəni ki, bu ola bilərmi dostlar? Məsəl üçün, get all adında bir deməli metod və yaxud da ki, belə bir şey də ola bilər dostlar. Get all-dan da əlavə, əslində bunu buraya yazmaq belə tez oldu. Get all deməkdə, bunun əvəzinə bütün məhsullarını mənə göstər deyə bilərəm. Məsələn, bunu da ki, show, daha doğrusu show all ola bilər. Yəni ki, bütün məhsullarını mənə göstər deyə bilərik. Baxın dostlar, biz artıq kağız üzərində də olsa, yəni desək, belə blueprint olaraq, yəni bir çertyoj olaraq əslində biz öz obyektimizi yaratmış olduq. Bəs yaxşı dostlar, bundan sonra artıq bu obyekt, yəni öz member variable'ları ilə bərabər, həmçinin metodları ilə bərabər bu obyekti biz class modul daxilində necə yaradacağıq? Gəlin indi ona baxmağa çalışaq. Dostlar, class modulu necə əlavə edir? Gəlin baxaq. Class modulu əlavə etmək üçün ilk öncə bildiyimiz qaydada ya yuxarı hissədə bu menyuda hansı ki modul və user form əlavə edirdik. Buradan class modulu əlavə edə bilərsiniz və yaxud da ki sağ düyməni bu boşluqda, yəni object deməli proyekt explorer bölməsində yəni sağ düyməni basıb da insert və class modulu əlavə edə bilərsiniz. Dostlar, class modulda eyni qaydada digərləri olduğu kimi, modulda olduğu kimi, həmçində user formda olduğu kimi bizim üçün boş bir, yəni kod sahəsi bizim qarşımıza gətirəcəkdir. Və təbii ki də artıq modul qovluğu altında deyil də, birbaşa, yəni class modul qovluğu altında bizə bir dənə class 1 adında default olaraq bir ad verəcəkdir. Dostlar, biz modulda olduğu kimi əslində bu classın özünü də adlandıra bilərik. Hansı ki, burada biz class 1 bizə deyilibdir. Hansı ki, biz bu class 1-i adını dəyişə bilərik. Gəlin dostlar, elə birbaşa beynəlxalq adlandırma müəyyən bir yazılmış qanunları var. Deyilsək, müəyyən bir adlandırma metodları var. Onları yəni qaydasına uyğun olaraq adlandırmağa çalışaq. Dostlar, biz klassları adlandırarkən CLS, yəni klassın yəni qısaltması və klass dedikdən sonra bu klass nə olacaqdır? Məsəl üçün, mənim üçün bir məhsul cədvəlidir. O səbəbdən bir CLS product adında bir adlandırma edəcəm. Dostlar, file.xlsm CLS product demişik. Yəni bu şəkildə bir klass yaratdıq və artıq bundan sonra biz bunun içərisində müəyyən işlərimizi görəcəyik. Lakin dostlar, mən o müəyyən işləri görməmişdən öncə mən istəyirəm ki, elə yerindəcə, yəni bu tam dərsin bu hissəsində istəyirəm ki, bu class modulun normal moduldan nə fərqi var? Bir onu işlədərək, yəni onun üzərində müəyyən işlər görərək onları yazmağa çalışaq. Dostlar, gəlirəm, bir dənə də bir modul əlavə edəcəm. Bax, bu modulda yenidən bunu da aşağı doğru çəkək bu şəkildə, yer açılsın. Bu modul daxilində bir dənə qlobal bir dəyişən, ümumiyyətlə bir dəyişən yaratmağa çalışaq. Dostlar, public, misal üçün ID as bir integer olsun. Belə bir dəyişən yaradalım. Təbii bir dənə də modul əlavə eləyək dostlar bura. Hansı ki, bu modulları və klassı yəni, istifadə etmək üçün təbii ki də buraya yazacağım. Bu şəkildə yan tərəfdə qalmış olsun. Dostlar, əslində bunun eynisini, public ID as integer'ın eynisini də mən istəyirəm ki, bizim yeni yaratdığımız class product içərisinə də yazaq. ID, baxın, eyni şəkildə yazacaq. Birə-bir eynisini public ID as integer kimi yazmış olacağım. Dostlar, biz artıq bilirik ki, yəni ki, mən modul daxilində bu şəkildə bir dəyişən tanımladığım zaman bu əslində qlobal bir dəyişən olur. Mən bu dəyişəni istifadə edə bilərəm. Yəni ki, gəlib yazsam ki, məsəl üçün bir public sub deyək,
test adında bir subprosedur yaratmaq istəyirəm. Yaratdıqdan sonra gəlib desəm ki, dostlar, modul tutaq ki 1, daha doğrusu modul 1 deyək nöqtə ID dediyim zaman dostlar, mən bu ID qlobal dəyişəninə əslində bir məlumatı əlavə edə bilərəm. Həmçinin dostlar, debug print deyib də eyni qaydada modul 1 nöqtə ID desəm də, əslində ora yazılan məlumatı da eyni qaydada oradan geriyə götürə bilərəm. Və run dediyim zaman dostlar, həqiqətən də fikir versəniz, immediate pəncərəsində, yəni yazdığımız dəyəri görə bilərik. Yaxşı dostlar, bu modulda yaranma məsələsi idi. Bəs yaxşı, əslində eyni şeyi də biz eyni qaydada klass üçün keçərlidir bu. Gəlib yazsam dostlar, CLS deməli product. Hətta fikir versəniz dostlar, heç CLS product yazdığım zaman bu ora çıxmır belə. Yəni CLS product deyirəm və nöqtə dediyim zaman da əslində heç bir şey yəni çıxmamış olacaqdır. Dostlar, baxın elə ilkin etapda yəni bizə ümumiyyətlə class modulun normal modul kimi birbaşa müraciət etməsinə yəni icazə verməyəcəkdir. Dostlar, bu əslində sizə belə deyək, ümumi olaraq bəlkə də çətinmiş kimi görünə bilər də və ya ki, biraz işi çətinə salmış kimi görünə bilər. Əslində texniki olaraq bəli, elə görsənir. Yəni ki, biri var modulda olan dəyərə birbaşa çatmaq, bir də var nəsə başqa bir iş görərək klass modulda olan bir dəyərə götürüb və onu istifadə etmək. Təbii ki də bu arasında müəyyən bir çətinlik görə bilərsiniz. Lakin dostlar, biz gələcəkdə yəni dərslər irəlilədikcə artıq görəcəksiniz ki, yəni əslində hətta və hətta klass modulunun içərisində olan dəyərə çətinliklə çatmaq daha yaxşıdır, nəinki onu birbaşa istifadə etmək. Çünki bizim yəni OOP anlayışı, ümumiyyətlə bu klass modul anlayışı bizə bunu gərəkdirəcəkdir. Bəs yaxşı dostlar, CLS yəni product, yəni class product'ın içərisində olan bu dəyərə hətta fikir versəniz publicdir. Public olmasına rəğmən biz onu çata bilmirik. Bəs ona biz normalda necə çatmalıyıq? Baxın dostlar, artıq bundan sonra biz klasa necə bir yəni çatmaq olar, klasın obyektindən necə istifadə etmək olar, onun haqqında kodlar yazmağa çalışacağıq. Dostlar, kodu yazmamışdan əvvəl mən bu işi istəyirəm yenidən Draw.io üzərində göstərim. Dostlar, biz əslində burada bir məhsul, yəni bir product artıq yaratmışıq, tamam? Və bu product'ın ilk member variable'ını, və bu artıq member variable'dır bizim üçün. Hətta burada mən istəyirəm yazan member variable, hətta sizin üçün daha yəni rahat olsun. Bu member variable'ını biz artıq yazmışıq. Yəni təbii ki də artıq siz bilirsiniz ki, ID-dən sonra yəni biz name, quantity və digərlərinin hamısını da biz yaza bilərik. Və təbii ki də dostlar, burada yazılan member variable'lara uyğun olaraq da onların tiplərini də yazmaq lazımdır. Yəni kimsə mən hələ ki ID olaraq, ID-ni integer olaraq yəni təsəvvür etdim. Lakin name olaraq təbii ki də string olacaq, quantity olaraq yenə eyni qaydada long və ya integer ola bilər və s. Kateqori olaraq string olsun, unit price olaraq double olsun, yəni qəpik, yəni pul vahidləri olduğu üçün və s. bu şəkildə siz davam eləyə bilərsiniz. Hələ ki mən bir dənə ID-ni yazıram, bir test olaraq göstərim. Dostlar, mən bir obyekti artıq yaratmışam, tamam. Bəs yaxşı, bu obyekt, bayaqları fikir versəniz, mən bir dənə söz işlətdim. Dedim ki, bu mənim üçün bir blueprintdir, yəni ki, bir çertyojdur. Təsəvvür edin dostlar, bir memardır, bir çertyoj çəkir, bir binanın çertyojunu çəkir və bir evin çertyojunu çəkir və onu verir ustalara. Dostlar, memar belə bir şərt qoyurmu ki, mən bir dənə çertyoj çəkmişəm, bunu sadəcə bir dənə ev tikin. Yəni ki, bundan bir dənə obyekt ortaya çıxardın deyə bilərmi? Əslində xeyr dostlar. Həqiqətən də həyatda da yəni memar bir dənə çertyoj ortaya çıxardır. Artıq o çertyojdan istifadə eləyərək bütün yəni ustalar bundan sonra 10 dənə, 5 dənə nə qədər bina tikəcəklərsə, həmin o blueprintə və həmin o çertyoja əsaslanaraq çəkirlər. Dostlar, baxın, əslində bu həyatdan olan bu misal da bizim VBA-də də eyni qaydada keçərlidir. Mənim əlimdə bir dənə bir product adında bir obyekt, bir çertyoj var. Mən bu çertyojdan istifadə edərək artıq öz əsas obyektlərimi və ya ki, əsas binalarımı artıq inşa eləyə bilərəm. Dostlar, yəni mən artıq bundan sonra modul, birbaşa modul daxilindən artıq klassın idarə olunması modul daxilindən olacaq təbii ki də. Bu klassın obyektini yarada bilərəm. Dostlar, necə olacaqdır? Gəlin baxaq. Təbii ki də bunun üçün biz dostlar mütləq şəkildə bunu yaddaşda saxlamağımız üçün bizə bir dənə dəyişən ehtiyac olacaqdır. Dostlar, deyəcəm ki, dim dəyişəni yaratmaq üçün hər zaman olduğu kimi dim asar sözündən istifadə edirik. Dimension asar sözündən istifadə edirik. Və mən dostlar nə yaratmaq istəyirəm? Deyim, bir product yaratmaq istəyirəm, düzdürmü? Və təbii dostlar, mən bir product yaradacağım. Aydın məsələ ki, xatırlayırsınızsa, biz indiyənə qədər hər hansı bir dəyişən yaradırdıq. Misal üçün deyirdik ki, dim number nə kimi? Misal üçün as bir integer kimi yaradırdıq. Və ya ki, dim name as bir string kimi yaradırdıq. Yəni ki, dostlar, number'ın özündə saxladığı dəyər
bir integer olacaq. Düzdürmü? Və ya ki integer tipli bir dəyər olacaqdır. Həmçinin name də sözlərdən ibarət, hərflərdən, simvollardan ibarət olacağı üçün də o özündə string tipində bir dəyər saxlamalı idi. Dostlar, baxın, eyni məntiqdən yola çıxaraq əslində biz deyə bilərik ki, bəs product özündə nəyi saxlayacaqdır? Yəni bu product dəyişəni desəniz ki, integer deyəcəm düzgün deyil. Çünki product özündə axı elə ilk başdan baxanda ID saxlayır. Yaxşı deyə bilərsiniz ki, integer integerdir. Bəs yaxşı kimsə desə ki, string saxlayacaqdır, onda deyərəm ki, elə içərisindəki integerdir axı. Və yaxud da ki, bu özündə public name, tamam, hətta name as bir string kimi bir şey olsun. Bu da bir member variable'dır, hansı ki bizim çertiyojumuzda olan digər yəni member variable'lar uyğun gəlir. Bəs yaxşı, bir string oldu, bir integer oldu, birazdan double gələcəkdir bunun üzərinə. Bəs yaxşı, hansı olsun da, yəni integer mi olsun, string mi olsun və double mi olsun? Dostlar, bunların heç biri keçərli deyil. Artıq siz başa düşməlisiniz ki, əslində bunun burada saxladığı dəyər elə birbaşa dostlar CLS product tipində olmalıdır. Dostlar, fikir verin, artıq mən alışılmışın kənarında olaraq integer, string və ya indiyə qədər nə yazırdıqsa, o basic tiplərdən nə yazırdıqsa, əslində heç birindən istifadə etmədim. Onun əvəzinə mən nə yaratdım? CLS product adında bir sanki bir öz tipimi yaratmış oldum. Dostlar, əslində burada sanki dedim, əslində sanki deyil. Həqiqətən də biz CLS product vasitəsilə bayaqdan bir class modul yaradırdıqsa, əslində bundan sonra biz buna bir tip də, yəni öz yaratdığımız bir tip də deyə bilərik. Bəs yaxşı dostlar, biz əgər oxşatma etsək, integer özündə mənfi müsbət 32.000 aralığında müəyyən ədədləri saxlayırsa, bəs yaxşı sual verə bilərsiniz ki, bəs CLS product özündə nəyi saxlayır? Belə bir sual verə bilərsiniz. Baxın, belə olduğu təqdirdə əslində sizin sualınızın cavabı, baxın, burada yatan member variable'larda gizlidir. Hansı ki, public ID özündə saxlayır, yəni bir dənə də name adında string tipində olan bir dəyər saxlayır. Və təbii ki də bu member variable'ların hamısını artıra bilərsiniz. Mesela bizim nümunəyə uyğun nə var? Bir dənə də quantity adında quantity as bir nə olsun? Tutaq ki, bu da integer olsun və düşünəm dəhrə gitməyə ehtiyac yoxdur. Bu şəkildə bir dəyər saxlasın. Hətta bir dənə də yazaq, yəni bu siyahını ən azından tamamlayaq. Bir dənə də kateqoriya adında as bir string olaraq, baxın dostlar, 2 dənə integer, 2 dənə də string olaraq 4 dənə dəyəri özündə saxlamış oldu. Yenidən deyirəm dostlar, artıq product cədvəli özündə, yəni daha doğrusu product dəyişən özündə CLS product tipi deməli saxlayır və ya ki, CLS product tipindədir. Artıq CLS product da öz içərisində nəyi saxlayır? ID-ni, name-i, quantity-ni, kateqoriyanı saxlayır və biz buradan yola çıxaraq, bu product-dan yəni yola çıxaraq bu 4 dənə və member variable-ların hər birinə çata bilərik və onları idarə edə bilərik. Lakin dostlar, bu elə birbaşa əslində olacaq bir məsələ deyil. Yəni ki, baxmayaraq ki, biz burada məsələn product adında bir dəyişən yaratmışıq, əslində artıq biz burada bir yoxlama edə bilərik. Yəni məsələn gəlib desəm ki, product nöqtə. Baxın dostlar, həmin o member variable'ların hər birinə artıq çata bildik, düzdürmü? Yəni ki, mən gəlib də burada ID-ni seçərəm və ona deyərəm 1 və bayaqlar olduğu kimi, məsəl üçün debug print deyərəm və burada debug printdən sonra məsələn product nöqtə ID-ni mən istifadə edə bilərəm. Hansı ki, bayaqları yəni eyni qayda dəyişən yaratdıq və dəyişənə nə etdik? Məlumatı əlavə etdik və daha sonra debug printdən yəni istifadə edərək həmin dəyişənin məlumatını immediate pəncərəsindən çıxarmış olduq. Dostlar, baxın, indi mən burada gəlib də run düyməsini kliklədiyimiz zaman bu bizə xəta mesajını verirdi. Əslində, baxın, object variable or with block variable not set deyir. Dostlar, bu nə deməkdir? Gəlin, sırf mən bunu qəsdən biraz ortaya çıxardım ki, buradakı problemi görəsiniz. Çünki bəzən düşünürük ki, biz dim product as CLS product yazdığımız anda artıq iş bitdi. Əslində, dostlar, elə o demək deyil. Əslində, dostlar, biz burada yəni bir dəyişən yaradırıq. Əslində, dostlar, biz burada hər hansı bir obyekt deməli yaratmır. Obyekt yaranmır. Dostlar, obyekt yaranmadığı üçün də biz əslində baxmayaraq ki, ID-nin içərisində, yəni bu produktın içərisində olan ID, yəni digər member variable'ları görürük, amma onlardan yəni, tam istədiyimiz kimi yəni, istifadə edə bilməyəcəyik. Dostlar, yaxşı, biz əgər elədirsə, biz bundan necə istifadə edəyik? Bunu deməmişdən qabaq, mən yenidən öz deməli, Draw.io-ya keçmək istəyirəm. Dostlar, biz təbii ki, CLS produktımız bizim budur. Düzdür mü? Product sinifimiz var, product klassımız var və bu bir Draw yəni necə deyirlər, blueprintdir, yəni bir çertiyojdur. Mən bu çertiyojdan indi istəyirəm ki, bir dənə yeni bir obyektimi, yəni bu sanki bir çertiyojdur, bir binanın çertiyojudur. İndi mən bunun real binasını düzəltmək istəyirəm. Nə edəcəm dostlar? Gələcəm, deyəcəm ki, bir dənə mənə nə lazımdır? Bir obyekt, yəni yeni bir məhsul düzəldirəm. Tamam. Və bu məhsulumuzun adına nə qoyaq? Misal üçün,
bayaqlar olduğu, yəni məsəl üçün belə qoyaq, bir şey qoyaq. Məsəl üçün bread qoyaq, bir çörək qoyaq, tamam? Yəni bu bir artıq məhsuldur. Baxın, burada dostlar product, ID, name, quantity və s. yazmışam, düzdürmü? Lakin burada artıq nə verdim? Ona konkret bir ad vermiş oldum. Dostlar, bənzətmək gərəkirsə, bizim memarımız bizə bir çertyoj veribdi. Amma bu çertyojun təbii ki də, məsəl üçün, hər bir binanın çertyoj üzərində küçəsinin adı olurmu? Təbii ki də olmur dostlar. Orada nə olur? Çertyojun ümumi olaraq bir ölçüləri və s. olur. Mən gəlirəm bu binanı tikirəm, misal üçün Xətai tərəfdə adresini nə yazacağam Xətai. Tikəcəm Nizami tərəfdə, adını nə yazacağam? Nizami. İndi dostlar, eyni qaydada mənim əlimdə bir dənə product adında bir blueprint var və bu blueprintdən, bu çertyojdan istifadə edərək mən bir dənə obyektimi yaratdım və bu obyektin adına qoydum nə? Çörək. Dostlar, misal üçün mən artıq misal üçün təbii ki də necə ki ad qoyduğum kimi də eyni qaydada nə etməliyəm? Həmin ona bir ID verməliyəm. Buna misal üçün verək ID 1. Həmçinin təbii ki də adı var. Əslində adı bura yazmışdıq, amma olsun, fərq etməz. Gəlin bura yazaq. Eyni qaydada da burada yazaq. Bread yazaq. Həmçinin bunun nəyi var? Bir quantity'si var. Tutaq ki, bu da olsun 10 dənə və digər məlumatlar. Dostlar, baxın, bayaqları çertyoj üzərində olan bu ID, name, quantity kateqoriyalar var. Fikir versəniz, artıq konkret canlanmağa, yəni ki, konkret bir həyat qazanmağa başladı. Yəni ki, bayaqlar çertyoj üzərində olan bu dəyərlər artıq bir çörək, içərisində ID-si 1 olan, adı olan, nə bilim, quantity olan bir dəyərə dönüşməyə başladı. Hətta bunlar arasında daha vizual, gözəl bir görüntü olması üçün belə bir ox da qoya bilərəm. Göstərə bilərik ki, yəni bu product, yəni bu bread, daha doğrusu bu məhsul artıq nədən yaranmış oldu? Bu productdan yaranmış oldu. Baxın dostlar, gəlin bu gedişatı mən istəyirəm ki, indi kod üzərində də bir görməyə çalışaq. Baxın, bizim produktımız, yaranmış olan bu dim product as CLS product yaratmışam ha. Bu əslində, bax bu çöldə yaratdığım bu çərçivədir. Tamam? Mən hələ ki bu çərçivəni yaratmış oldum. İndi istəyirəm ki, bax bu çərçivəyə konkret bir həyat qazandırım. Yəni ki, deyim ki, daha doğrusu həyat qazanmaq dedikdə, yəni bu ox var, ortada ox çəkdim ha. Deyim ki, bir dənə çərçivə yaratmışam. Bu çərçivəni indi bu məhsula, bu obyekti bağlamaq istəyirəm. Bax, bunu necə bağlayacaq? Gəlin göstərim. Deyəcəm ki, set product, yəni bu productı mən set eləyirəm. Nəyə dostlar? New CLS product'a. Baxın, new açar sözü C++, yəni C# kimi dillərdə də eyni qaydada, yəni Java kimi dillərdə də eyni qaydada yeni obyekti yaratmaq üçün istifadə olunur. Həmçinin VB-də də bu şəkildə istifadə olunacaqdır. New CLS product o demək dostlar, mən artıq bu product dəyişəninə artıq yeni bir obyekti yaratdım və bağladım. Və dostlar, mən burada artıq yaza bilərəm ki, rahat bir şəkildə obyekt yaranır. Dostlar, gəlin bunu indi yoxlayaq. Misal üçün, bayaqları mən product.id demişdim və buna 1 demişdim. Daha sonra isə debug.print deyərək product.id deyəcəm. Və dostlar, gəlin bunu indi neyək? Run etməyə çalışaq. Və dostlar, run deməsini kliklədiyimiz zaman, baxın dostlar, bu səfər problemsiz bir şəkildə işləmiş oldu. Artıq dostlar, biz burada ilkin daha doğrusu obyektimizi yaratdıq və onun member variable'larına çatmış olduq. Təbii ki dostlar, gəlin artıq biraz davam edək. Necə ki, biz burada produktın təbii ki də bir məhsul bayaqlar işin başında nə demişdik? Bir məhsul yaranması üçün buna ən azından bu member variable'lar doldurulmalıdır, düzdürmü? Yəni ki, mən çörək yaratmaq üçün çörəyin ID-si olduğu kimi, təbii ki də dostlar, nəyi olmalıdır? Bu çörəyin, yəni bu obyektin nəyi olmalıdır? Mütləq şəkildə bir adı olmalıdır. Adı olsun, misal üçün bread. Və həmçinin bu produktın nəyi var? Quantity var. Yəni bizim bu member variable'lar əsasını deyirəm. Tutaq ki 10 dənə bizim ambarımızda var. Produktın nəyi var dostlar? Burada kateqoriyası var. Bu kateqoriyası da olsun, tutaq ki food. Və dostlar, baxın, biz fikir versəniz bir dəyişəndən istifadə edərək əslində 4 dənə member variable'lara çata bilirik. Dostlar, burada sizdə müəyyən bir çaşqınlıq ola bilər. Çünki biz əslində normalda öyrənmişik ki, məsəl üçün number adında bir dəyişən yaradıram və bu number'a tutaq ki ilkin variantda 5 deyəcəm. Daha sonra isə buna mən bir 10 desəm, əlbəttə ki, debug print dediyim zaman aydın məsələ ki, bunun sonuncu dəyəri nə olacaqdır? 10 olacaqdır. Çünki niyə dostlar? Number dəyişəni özündə yəni bir ədəd dəyər saxlayır. O da kod üzərində, yəni sintaks olaraq, yəni ən axırıncı ona verilən dəyər nədirsə, yəni onu özündə saxlayacaqdır. Lakin dostlar, artıq
obyekt yanaşmasında, yəni class model yanaşmasında bu tam olaraq bu şəkildə olmayacaqdır. Mən produktımız bayaqlar dedik ki, produktın bir dənə dəyərdən ibarət deyil axı. Bu produkt içərisində nələr saxlayır? ID, name, quant və s. saxlayır. Mən bax həmin o product dəyişəndən istifadə edərək o 4 dənəsinin hər birinə ayrı-ayrı çata bilərəm və ayrı-ayrı məlumatları yığa bilərəm. Lakin dostlar, bir dənə burada məsələ var. Mən hətta bunu istəyirəm ki, vizual olaraq sizə göstərim bu locals pəncərəsində. Bəs yaxşı, sizcə bax bu product vara özünü bir dəfə ID verirəm, bir dəfə name, quantity-ni verirəm. Düzdürmü? Bəs yaxşı, bunlardan hansı birini saxlayır? Və mən bunlardan hansı birindən, yəni ən sonda və ya ən qabaqda istifadə etməliyəm? Gəlin baxaq. Dostlar, mən bunu göstərmək üçün istəyirəm ki, F8 ilə addımlayım. Baxın dostlar, mənim bir dənə product adında bir dəyişənim yarandı. Və təbii ki də value'su nədir? Nothing. Hansı ki, yəni hər hansı bir obyekt yaranmadığı üçün dostlar, nothing olaraq göstərir. Hələ ki, birbaşa set product dedikdən sonra nə baş verdi dostlar? Baxın, nothing getdi və onun tipi olaraq CLS product adında bir deməli bir obyekt yarandı. Və bunun plusuna kliklədiyimiz zaman dostlar fikir versəniz, bu product özündə nələr saxlayır? Mənim yazdığım o member variable'ları saxlayır. Dostlar, baxın indi həmin o member variable'ları yavaş-yavaş dolduracağam. Baxın, hər bir member variable nə oldu? Doldu. Food, beer, bread və 10 quantity olaraq gəlib çatdı. Aha, dostlar, artıq bu pəncərədən, yəni bu görüntüdən yola çıxaraq deyə bilərik ki, product özündə nə sadəcə ID-ni, nə sadəcə name-i və digərlərini saxlamır. Product dəyişəni özündə hamısını eyni vaxtda saxlayır. Yəni ki, mən artıq gəlib də burada, product nöqtə. Misal üçün ID desəm, təbii ki də bunu debug print desək, təbii ki də debug print desəm, həmçinin digərlərini də bu şəkildə, misal üçün çapa versəm və həmçinin bunu da çapa verək, həmçinin debug nöqtə print deyək, product nöqtə nə qaldı? Kateqoriya qaldı. Bunların da özlərini, dostlar, run düyməsinə bassaq, baxın dostlar, hamısını dənə-dənə çıxarmış oldu. Və dostlar, biz buradan artıq yola çıxaraq deyə bilərik ki, product adında bu dəyişən özündə obyekt olaraq CLS product saxlayır. Yəni, dəqiq desək, özündə bax, bu şəkildə bunu ifadə edir. Və bu da nədən deməli yaranıbdır? Productdan yaranıbdır. Və dostlar, artıq bundan sonra siz bilirsiniz ki, yəni obyekti yaratmaq üçün, yəni bir class modulu yaratmaq üçün artıq siz bu şəkildə bir kodlamadan istifadə etməlisiniz. Yaxşı dostlar, belə bir sual verilə bilər. Biz axı burada bir dənə məhsul yaratdıq, düzdürmü? Bəs yaxşı, bizim cədvəlimizdə axı həmişə bir dənə məhsul olmur axı. Birdən artıq dənə məhsul ola bilər. Bəs mən eyni qaydada bayaqlarda bir dənə söz işlətdim. Dedim ki, bənna və ya ki, memar, belə deyək də daha doğrusu, bir dənə çertyoz çəkir. Amma o çertyozdan istifadə edərək bizim ustalar axı bir neçə dənə, yəni birdən artıq dənə ev tikə bilir, eyni oxşar. Düzdürmü? Yəni ki, biz eyni qaydada sual versək ki, mən burada bread adında bir dənə məhsul yaratmışam. Mən bunun eynisini, misal üçün gəlib də burada fərz edək ki, kola üçün də eyni qaydada yarada bilərəmmi? Sözün başqa bir məhsul da, eyni qaydada başqa bir obyekt də yarada bilərəmmi? Cavabımız bəli. Dostlar, buna da gəlin artıq yazmağa çalışaq. Elə birbaşa istəyirəm ki, bunların hamısını yəni birinci dry üzərində çəkək, bir göz alışqanlığı sizdə yaransın. Daha sonra isə kod tərəfdə yazmağa çalışacaq. Dostlar, yuxarısında bayaqlar kateqoriyanı yazmamışdım. Gəlin o kateqoriyanı da əlavə edək. Food kateqoriyası olacaqdır burada və həmçinin burada da olsun drink kateqoriyası və bu şəkildə. Və dostlar, baxın, eyni qaydada bayaqlar olduğu kimi bu oxlardan istifadə edərək bunu da productdan yaratmağa çalışaq. Baxın dostlar, bu mənzərəyə baxaraq artıq siz deyə bilərsiniz ki, product çertyojundan və ya ki, product obyektindən, yəni ki, bu klasından 2 dənə obyekt, bread obyekti, həmçində kola obyekti yaranmış oldu. Bəs yaxşı, bunu eyni vaxtda biz kod daxilində necə göstərək? Dostlar, mən istəyirəm ki, burada product 1 deyək, buna da product 1 deyək təbii ki də. Product 1 deyə bilərsiniz və yaxud ki, dostlar, buna elə birbaşa elə bread adı da verə bilərsiniz. Daha gəlin dəqiq olaq, bread adı verək. Çünki mən konkret obyektimin adını bread olaraq istəyirəm, görüm. Bu şəkildə dəyişək. Eyni qaydada bir dənə də cola as CLS product deyək və dim cola, daha doğrusu set cola bərabərdir new CLS product adında bir dəyişəndən istifadə edək. Və dostlar, bundan sonra cola nöqtə ID bərabərdir 2 olsun. Həmçinin cola nöqtə name bərabərdir cola olsun. Cola nöqtə
quantity'si ne yazmışdıq? 20 yazmışdıq, səhv etmirəmsə. Bu şəkildə olsun və cola eyni qayda kateqoriyası da olacaqdır bizim üçün nə? Drink. Və dostlar, təbii ki də artıq siz bilirsiniz. Misal üçün debug nöqtə print desək və cola nöqtə, baxın, name-ini, hətta bir dənə də birbaşa coladan istifadə edəməyək, qalxaq yuxarı breaddən və onun da name-ini çapa verməyə çalışaq. Və dostlar, run düyməsinə bastığımız zaman, baxın nə baş verdi. Həmin iki dənə yaranan, həmin o obyektlərin özlərini bizə geri qaytarmış oldu. Artıq bu mənzərəyə baxaraq dostlar, siz bilə bilərsiniz ki, yəni biz product klassından iki dənə obyekt yaratmış olduq və o iki obyekti içərisini doldurduq və nə baş verdi dostlar? Onların da hər birinin məlumatlarını götürmüş olduq. Dostlar, bu klassın yaranması və klassın içərisində olan member variable'lara çataraq onlardan istifadə etmək, bəzən onlara məlumatı əlavə etmək, bəzən isə o məlumatı oradan istifadə etməyə aid olan müəyyən nümunələrə deməli baxmağa çalışdıq. Növbəti məsələ isə dostlar olacaqdır. Member variable'lardan sonra artıq bizdə olacaq metodların istifadə olunması və əlavə olunması. Dostlar, axı biz öz həm çetyojumuzda da, həm içində PPT faylında demişdik ki, yəni hər hansı bir class modul hansı komponentlərdən ibarətdir? Member variable'lardan, hansı ki biz artıq bunlara baxdıq və həmçində metodlardan ibarətdir və digərlərini həmçinin keçəcəyik. Dostlar, bəs yaxşı, member variable'ı başa düşdük. Yəni bir obyektin xüsusiyyətlərini özündə daşıyır. Yəni ID-si, name-i və s. və daxil. Bəs yaxşı, hər bir obyekt isə bəzən hərəkət eləməyi də bacarırıq. Yəni, misal üçün, add eləyə bilir, dəyişə bilir və s. da. Bu şəkildə bəzi metodlar da var, düzdürmü? Bəs o metodları biz bura necə əlavə eləyəcəyik? Dostlar, baxın, elə buradan yola çıxaraq bir dənə məsələ demək istəyirəm. Biz, aydın məsələdir ki, bir çertyojumuz var. Bu çertyojda, yəni bir obyekt yaradırıq və bu obyektin içərisindən eyni qaydada gelib də member variable'lara çata bilərik. Və yaxud ki, tərsinə deyək. Bir obyekt yaradırıq. Bu obyekt özündə product obyektinin, yəni klassının içərisində olan member variable'ları da özündə ehtiva edir. Sanki o bir növ düzdür, bəlkə də uyğun bir bənzətmə olmaz. Yəni onu özünə miras götürür də. Yəni ki, orada olan dəyərlərin hamısını sanki özünə atadan oğula keçirmişcəsinə oradan götürür. Bəs yaxşı, mən bunun içərisinə hər hansı bir, yəni bu class modulun içərisinə, class product'ın içərisinə hər hansı bir metod yazası olsam, bəs yaxşı, eyni qaydada onu da götürəcəkmi? Gəlin baxaq. Dostlar, belə bir metod yazmaq istəyirəm. Fikir versəniz, bizim bu public sub testin içərisində fikir versəniz, bəzi bir bölmələr var. Məsələn, debug print var ha. Bu debug print, fikir versəniz, hər dəfə mən tutaq gəlib də bir məhsulun məlumatlarının hamısını gətirib də debug etmək üçün gərək nə etməliyəm? Debug print ID, sonra debug print name və s. hamısını dənə-də yazıb da bu kodu şişirtməliyəm. Əslində dostlar, elə bir şey ola bilərmi ki, elə mən birbaşa müraciət edeyim, həmin o kola öz məlumatlarının hamısını mənə çap edə bilsin. Dostlar, baxın, bu debug printi buradan indi yığışdıracağam. Onun əvəzinə bu işi mənə görməyi bacaran bu modul daxilində bir dənə metod yazmağa çalışacağım. Təbii ki də qıraqdan çata bilməyim üçün bir dənə public edək. Public sub belə bir şey olsun. Show adında bir metod olsun. Dostlar, show metodu nəyi göstərəcəkdir? Mənim bu class product'dan yaranan və ona nə vermişəmsə, 1, bread, 10 və food, yəni bu dəyərləri və digər dəyərləri göstərə bilən bir metod olmalıdır. Yəni ki, mən bu metoda müraciət etdikdən sonra bu yuxarısında, yəni nə vermişəmsə, yəni hansı dəyərləri ona vermişəmsə, onların hamısını nə etməlidir? Çapa verməlidir. Dostlar, baxın, debug nöqtə print olacaqdır. Misal üçün belə bir şey olsun. ID 2 nöqtə birləşir nə ilə? ID. Yəni ki, aslında dostlar, bu ID hansı ID-dir? Baxın, mənim class modulunun içərisində olan bu member variable olan ID-dir. Dostlar, 4 dəfə aşağı kopyalayacağım sürətli bir şəkildə və burada name-i name olaraq, təbii name olaraq, eyni qaydada quantity olaraq və həmçinin dostlar kateqoriyasını da eyni qaydada kateqoriya olaraq əlavə edəcəm. Dostlar, baxın,
artıq əslində mənim uzun-uzun yazacağım kodları bu özündə birbaşa ehtiva eləyəcəkdir. Bəs yaxşı, bunu necə istifadə eləyək? Necə ki dostlar, biz bread yazdıqdan sonra dostlar, necə ki ID-yə, kateqoriyaya çatdığımız kimi, baxın dostlar, eyni qaydada show metoduna çata bilərik və show metodunu fikir versəniz işarəsi fərqlidir. Artıq bu yaşıl işarəni gördüyünüzdə bunun metod olduğunu artıq başa düşə bilərsiniz. Və dostlar, show deyirəm və bunu çağırmağa çalışacağım. Və dostlar, artıq run düyməsini kliklədiyimiz zaman, baxın dostlar, həmin o məhsulun özünü, yəni mən burada nə vermişdimsə, hamısını burada çıxarmış oldu. Bəs yaxşı, eynisini dostlar, mən digər üçün, yəni ki, cola üçün də eləyə bilərəmmi? Baxaq, cola deyəcəm və run düyməsini kliklədiyimiz zaman, baxın, onları da mənə gedib də bir obyektdən gətirib gəldi. Bəs yaxşı dostlar, belə bir şey də eləmək istəyirəm. İndi mən burada public sub show metodunu yaratdım. Bəs yaxşı, belə bir şey ola bilərmi? Baxın, fikir versiniz, burada bread ID, bread name və həmçinin digərlərini təkrar yazıram da, belə deyək. Təkrar dedikdə söhbət nədən gedir? Yəni ki, kodları uzun-uzatı yazıram da, okey. Bəs yaxşı, bunu daha qısa ola bilərmi? Məsələn, bir dənə metod ola bilərmi? Bizim zaten fikir versiniz dostlar, bread yaradıb da, onun içərisində olan ID, name, quantity kateqoriya olaraq, yəni bu dəyişənlərə biz gedib müraciət edirik da, düzdür? Yəni burada olan member variable'lara müraciət edirik. Bəs yaxşı, elə bir sub prosedur ola bilərmi ki, elə biz o proseduru çağıraq və ona müəyyən məlumatlarımızı ötürək, o getsin bizim əvəzimizə elə bu member variable'ların içərisini doldursun da. Biz təkrar niyə yazırıq ki, bunu belə bu şəkildə uzun-uzun, düzdürmü? Yaxşı, belə bir metod yazmaq olar mı dostlar? Public sub bir dənə add adında bir metod olsun. Təbii ki dostlar, bu add metodu show metodundan fərqli olaraq nəyisə göstərmir. Bu əksinə bu ID, name, quantity digərlərinə hər hansı bir dəyərləri əlavə edir. Yaxşı sual, bu hardan bilir ki, hansı məlumatı hara yazmaq lazımdır? Yəni ki dostlar, biz bura nə etməliyik? Mütləq şəkildə parametr olaraq, arqument olaraq müəyyən məlumatları buna ötürməliyik. Dostlar, burada mən elə yeri gəlmişkən bir məsələni göstərmək istəyirəm. Mən bayaqdan burada ID, name, quantity kateqoriya olaraq yazıram. Təbii ki də yazılış olaraq, texniki olaraq heç bir problem yoxdur. Amma əslində dostlar, daha yaxşı bir təcrübədə bu belə yazılır. M altdan xətt, misal üçün ID. Həmçinin M altdan xətt, misal üçün name. Və həmçinin M altdan xətt quantity, həmçinin dostlar M altdan xətt kateqoriya olaraq olmalıdır. Əslində bu şəkildə yazılış, yəni M-in zaten member olduğunu başa düşdünüz artıq. Bu şəkildə olması əslində daha gözəl variantdır, daha qəbul olunan bir variantdır. Bu şəkildə yazmağımız da bundan sonra daha uyğun olmuş olacaqdır. Və dostlar, mən nə iş görəcəm? Hər bir dəyəri, yəni ID-nin ID dəyərinin as bir string kimi, daha doğrusu string olmasın da integer olsun və həmçinin by val name as bir string kimi və həmçinin dostlar, nə var burada? By val quantity as bir integer olsun. Bu da eyni qaydada və digər isə dostlar kateqori as bir string kimi müəyyən arqumentləri, parametrləri almış olsun. Dostlar, artıq bundan sonra biz nə iş görəcəyik? Sadə bir şəkildə MID bərabərdir ID-yə. Yəni ki dostlar, mənim kənardan göndərdiyim bu dəyər, yəni ID dəyəri mənim öz əsas member variable'ıma nə baş versin? Yazılmış olsun. Və həmçinin mName bərabər olsun nəyə? Mənim öz arqument olaraq göndərdiyim bu name'ə, parametr olaraq göndərdiyim bu name'ə. Bunu burada düzəldək dostlar. Yuxarıda böyük hərflə yazaq, daha sərgəli olsun. Və mQuantity bərabər olacaqdır elə quantity özünə. Və həmçinin dostlar, mCategory'də eyni qaydada əlavə olacaqdır kateqori deməli parametrinə. Altında xətti yoxdur, bunu yazaq. Dostlar, baxın, add metodu artıq mənim qıraqdan göndərəcəyim bu dəyərlərin hər birini nə iş görür? İçəridə olan member variable'lara əlavə eləyəcəkdir. Baxın dostlar, əslində mən 4 dənə sətirdən əslində qurtulmuş oldum. Necə ki, hələ ki onları silmədən göstərmək istəyirəm. Bread deyəcəm. Baxın dostlar, add metodunu çağıracağım və təbii ki də bu add metoduna ID olaraq, misal üçün 1, name olaraq elə bread'i ötürək, virgül deyirəm, quantity olaraq 10 olsun, bir dənə də quantity olaraq, daha doğrusu kateqori olaraq isə burada da full olmuş olsun. Baxın dostlar, 4 sətirdə yazdığım, hələ ki 4 dənə member variable da əslində bizə bu qədər kömək göstərirsə, düşünün, yəni daha çox variable, yəni member variable olsa, 10-15 dənə təsəvvür edin burada, yəni xüsusiyyət olsa
nə qədər işimizi görür, asanlaşdıracaqdır. Mən bunların hamısını buradan siləcəm. Eyni qaydada əslində bunu da burada tətbiq etmiş olaraq, edə bilərik daha doğrusu. Nöqtə add deyəcəm. 2 olsun. Eyni qaydada cola, eyni qaydada deməli 20 dənə quantity və həmçinin də nə olsun? Buna da drink olmuş olsun. Və bunları da buradan silə bilərik. Baxın dostlar, fikir versəniz, kodumuz get-gedə yavaş-yavaş əslində uzun kodlarımız, modullar daxilində yazdığımız o qarmaşıq uzun kodlarımız yavaş-yavaş nə baş verir? Yəni qısalmış olacaqdır. Və dostlar, yenə bunu hər iki F8 ilə addımlayaq. Baxın, F8 addımlayıram. Mənim bread adında nəyimi yaratdı? Yəni bu obyektimi yaratmış oldu. Bu breadin içərisindən add metodunu çağıracağam. Add metodunu çağırdıqda bu ona bütün arqumentlərini ötürdü. Yəni ki, bu arqumentlərdə gedir nə edir? Member variable'lara fikir versəniz, məlumatları ötürür və geri çıxır dostlar. Nə iş görür? Misal üçün, digərində təbii ki, yaradacaqdır və run dediyimiz zaman, baxın, artıq show metodu da növbəti etapda artıq işə düşəcəkdir və immediate pəncərəsində biz məlumatları görə bilərik. Dostlar, gəlin, elə yeri gəlmişkən bread də show eləyək. Run dediyimiz zaman dostlar, baxın, yaratdığımız deməli obyektin məlumatlarını biz burada rahat bir şəkildə görə bilərik. Dostlar, baxın, bu bizim üçün, yəni class modulda metodların istifadəsi idi. Hansı ki, biz artıq normalda add metodu olsun, show metodu olsun, normalda biz bunları modullar daxilində fərqli metodlara əslində yazırdıq, düzdürmü? Yəni ki, misal üçün, produktı göstərmək üçün, breadi göstərmək üçün, kolanı göstərmək üçün və s. və uzun kodlar yazırdıq. Əslində, baxın, class modul bizə bir dənə çertyoju çəkməyimiz kifayət edir ki, onu mən neçə dənə də obyekt yaradırmısa yaradım, fərq etmək hamısını rahat bir şəkildə göstərmiş olsun. Və dostlar, bu bizim üçün product cədvəlində, daha doğrusu product klassında həm member variable'ların, həmçinin də metodların, hətta burada argumentli metodlarından da, həmçinin argumentsiz metodlardan da istifadə etmiş olduq. Və bu şəkildə istifadə edə bilərsiniz. Dostlar, növbəti məsələ isə class modulda member variables üçün encapsulation qaydasıdır. Dostlar, encapsulation qaydası OOP prinsiplərindən sayılır və VBA-də də eyni qaydada tətbiqi, yəni mövcuddur. Dostlar, biz indiyənə qədər fikir versənizsə, öz member variable'larımızı fikir versəniz public deyə deməli qeyd eləmişik. Yaxşı dostlar, bunun public olması nə kimi problem ola bilər? Gəlin onu göstərməyə çalışım. Dostlar, burada baxın, misal üçün mən gəlirəm, gəlin siz buranı biraz təmizləyək. Bu kolanı artıq ortadan çıxartmayaq, ən azından şey eləyək, belə də kommenti alaq və biz burada fikir versəniz nə iş görürük? Yəni, bir bread adında bir dəyişən yaradırıq və onun add eləyirik. Həmçinin də, deməli, daha doğrusu obyekt yaradırıq, add eləyirik və ən sonunda isə onu show eləyib göstəririk. Bəs yaxşı dostlar, bu show etməmişdən əvvəl mən gəlib də əlimlə bread desəm və name desəm və bunun adına bread deyil də gəlib tamam fərqli bir şey yazsam, belə bir şey yazsam və onu sonradan bread show eləsəm, nə baş verəcəkdir? Yəni ki, düşünürsünüz ki, artıq bir dəfə add olan bir deməli, obyekt onun içərisində hər hansı bir dəyişiklik edilməyəcəkmi? Yəni, edilə bilməzmi deyə düşünə bilərsiniz. Dostlar, baxın, run dediyimiz zaman əslində name-i görün mənim üçün nə çıxartmış oldu? Əslində name-i mənim üçün, yəni sonradan qoyduğum bu dəyər kimi yəni çıxarmış oldu. Bu da əslində dostlar bir problemdir. Yəni ki, yaxşı sual verə bilərsiniz ki, bu bizə harda problem ola bilər? Yəni ki, onsuz da kodu yazan mənəm. Yəni mən də gəlib də bunu qəsdən niyə yazım ki? Yəni durduq yerə özümü necə deyirlər, niyə problemə salım ki, deyə bilərsiniz. Dostlar, təbii ki də bu haqlısınız. Yəni indiki variantda, yəni ən azından indiki biliklərimiz də bunu başa düşmək biraz çətin olacaqdır. Lakin dostlar, biz encapsulation qaydasında əslində burada bu şəkildə public olan memberları sağlamamız düzgün deyil. Bunların hər biri nə olmalıdır? Private olmalıdır. Gəlin dostlar, bunların hamısını bir private-a çevirəm. Artıq bundan sonra yəni başa düşəcəksiniz ki, bread nöqtə yazdığımız zaman, baxın, ancaq add-lə show görsənir. Yəni add-lə bu show metodları göstərilir və member variable'lara çata bilmərik. Yəni ki, mən istəməyərək də və ya istəyərək də olsa kod daxilində yəni hər hansı bir xətaya yol verə bilmərəm. Yəni də dostlar, sualımı təkrar edirəm. Yəni sual verə bilərsiniz ki, yəni mən zaten onun public olub olması nə fərqi var ki? Yəni mən onsuz da belə deyək də mən burada özüm add eləyirəm.
əlimlə gəlib də bura yazmadıqdan sonra heç bir problem çıxmaya bilər. Bu əslində doğrudur dostlar. Lakin dostlar, biz gələcəkdə indi müəyyən dərsləri keçəcəyik. Hansı ki, artıq member variable-ların yəni əlavə olunmasında, add olunması zamanı müəyyən yoxlanışlara deməli gedəcəyik. Yəni ki, dostlar, belə bir şey ola bilər. Məsələn, baxın, mən public deyərəm və mənim biznes yəni məntiqimdə, yəni ümumiyyətlə mənim proqramımda ID-lər ən minimum 1-dən başlamalıdır. Yəni ki, dostlar, public olan bir dəyərə gəlib də mən, misal üçün, və ya ki, mənim istifadəçim. Çünki mən hələ ki, əlimlə bura yazıram, düzdürmü? Məsələn, bread deyirəm, MID yazıram. Bu hər zaman belə olmayacaq axı. Məsələn, mənim bu məlumatlarımın hər biri hardan gələcəkdir? Misal üçün, bir database-dən gələcəkdir, bir hər hansı bir user formundan gələcəkdir, düzdür? Və belə olduğu təqdirdə artıq biz, yəni kimsə kimsəyə qarantiya vermir ki, mənim istifadəçim ID olaraq tutaq ki, deyirəm, -1 yazmayacaqdır. Və ya ki, ID olmasın, tamam, ID-ni bəlkə də özümüz generate edirik, amma məsələn, quantity olaraq mənfi yazmasın, tamam, -5 deyə bir məlumat yazmasın. Belə olduğu təqdirdə, dostlar, gəlin quantity-lərindən gedək. Hətta burada gəlin belə bir şey eləyək, public eləyək bunu və m.quantity deyək. Gəlib də mənim istifadəçim -5 yazmamaq deyə bir kiməsə qarantiya verməyəcəkdir, düzdürmü? Yaxşı, ən uzağı deyə bilərsiniz ki, biz burada yoxlama eləyəcəyik də, düzdür? Yoxlama eləyək ki, mənim istifadəçim hər hansı bir səhv bir dəyər daxil edibsə, məsələn, mənim istəmədiyim dəyər sıfırdan fərqli bir dəyər daxil edibsə, aşağı bir dəyər daxil edibsə, mənə bir dənə xəta mesajı çıxarmış olsun. Ən uzağı nə edirsiniz dostlar? Məsələn, deyərsiniz ki, if nə bilim, tutaq ki, text boxdan gəlir, falan bir text boxdan gələn dəyər -10-dan tutaq ki, kiçikdirsə və s. və axır və bu bread deməli yaranmasın və ya ki, bu breadə quantity əlavə olunmasın, kimi işlər görəcəksiniz. Dostlar, fikir versəniz, if-lərin sayını artırırıq. Bir, ikincisi də ki, yenə eyni qaydada, köhnə qaydada, yəni modulun daxilini, yəni boşu-boşuna bir növ yükləmiş oluruq. Əslində dostlar, baxın, bizim bu şəkildə, yəni public olan bir dəyərə bu şəkildə yoxlanış eləməyimiz, yəni bizim sadəcə işimizi ağırlaşdırır və bu class modulun biraz önəmini əksildir. Həmçinin də kod yığınına gətirib çıxaracaqdır. Artıq dostlar, bizim member variable-larımızın private olması bizə onu göstərəcək ki, biz artıq burada quantity-ni istəməyərək zaten ilk öncə yazmayacağıq. İkincisi də ki, artıq o əlavə yoxlamalara getməyəcəyik artıq. Birbaşa add metodunun daxilində bu member variable-ların özlərini yerindəcə buraca yoxlayıb, əgər bir xəta varsa, yerinizə bu prosesi dayandıracağıq. Yəni ki, dostlar, mən yenidən modulun özünün işini yüngülləşdirəcəm və modulun hər hansı bir add prosesi zamanı hər hansı bir xəta baş verəcəksə, onu yerindəcə add metodunda biz qarşısını alacağıq. Yəni ki, mənim artıq bundan sonra modul daxilində hər hansı bir işə, hər hansı bir nəsə bir əlavə işə görməyə ehtiyacım qalmayacaqdır. Dostlar, hələ ki bunu yazmıram təbii ki də, hələ ki bunu private eləyək və yenidən bunu deməli işlətməyə çalışaq. Dostlar, baxın, yenidən gəlirəm. Run dediyimiz zaman heç bir problemsiz işləyəcəkdir təbii ki də. Yəni private olmasına baxmayaraq. Lakin dostlar, gəlin indi bunu artıq biz encapsulate elədik də, düzdürmü? Encapsulation əslində adı da oradan gəlir. Encapsulate elədik. Yəni ki, biz onu bir kapsulun içərisinə saldıq. Artıq baxın dostlar, bu kapsula, düzdürmü? Hər hansı bir məlumatın add olunması bir konkret metod vasitəsilə gerçəkləşdirəcəkdir. Yaxşı dostlar, gəlin indi həmin o bayaqki xətanı bizim burada tutmağa çalışaq. Dostlar, deyəcəm ki, if əgər quantity, amma hansı quantity? Baxın, kənardan göndərmiş olan bu quantity əgər sıfırdan fərqlidirsə, bizə bir dənə, misal üçün belə bir şey olsun. End if, tamam, message box vasitəsilə belə bir şey, misal üçün quantity can not be less than 10. Belə bir xəta verək və təbii ki, dostlar, bu xətanı verdikdən sonra digərləri çalışmamalıdır. Yəni ki, bu obyekt nə olmalı? Yaranmamalıdır. Və nə olmalıdır? Ən uzağı exit sub eləməlidir. Baxın dostlar, biz hələ artıq obyekt yaranmamış, add olunmamış, biz xətanın qarşısını burada aldıq və burada yenidən modul daxilində nəsə yazmağımıza ehtiyac oldu mu? Bəli, həqiqətən də olmadı. Və dostlar, gəlirəm burada, misal üçün, bunu -5 deyəcəm. Run düyməsindən kliklədiyimiz zaman, baxın dostlar, quantity cannot be less than 10 yazır və OK düyməsinə basdıqdan sonra, baxın dostlar, ID 0, name, boşluq, quantity, yəni əslində dostlar, belə olmağına baxmayaraq, bu yəni default dəyərlər verir, amma əslində heç bir obyekti yaratmamış
oldu. Təbii ki də biz dostlar burada hələ ki quantity kiçikdir 0, yəni message box vasitəsilə bu xətanı çıxarmış oluruq. Əslində biz gələcəkdə bunu hətta bu şəkildə bir mənzərə də qarşılaşmayacağıq artıq. Birbaşa xəta elə ki mesajı xəta da doğrusu deməli elementi yaradacağıq. O xəta elementi ümumiyyətlə proqramın özünü dayandıracaqdır. Ümumiyyətlə heç bir şəkildə exit sub və s. ehtiyac qalmayacaqdır. Çünki exit sub əslində sadəcə prosesin davam etməsi üçün bir açar sözdür, amma biz gələcəkdə error rise adında bir açar sözdən istifadə eləyərək ümumiyyətlə proqramı dayandıracaq. Çünki axı -5 ola bilməz. -5 ola bilmədikdən sonra da bütün proqram dayanmalıdır. Yəni ki, artıq qabağa getməməlidir. Baxın dostlar, private olması artıq bizə hətta istəyərək və ya istəməyərək bəzi xətaları bu şəkildə encapsulate eləyir və içərisində yoxlamalara gətirib çıxaracaqdır. Təbii ki də dostlar, biz burada artıq eyni qaydada adı da yoxlaya bilərik. Misal üçün təkrar adların olması və s. və axır kimi, yəni daha geniş bir yoxlamalara gedib çata bilərik. Dostlar, baxın, bu encapsulation qaydalarından biri idi. Həmçinin də kiçik də olsa, yəni bir yoxlamalara da həmçinin getmiş olduq. Dostlar, növbəti məsələ isə encapsulation qaydasının yəni biz artıq add edirik və həmçinin də show edə bilirik. Bəzən dostlar, bizə təbii ki də bu şəkildə show olması, yəni bütün məlumatların hamısının gətirilməsi lazım olmur. Yəni ki, mən misal üçün, tamam, mənim bir dənə obyektim yaranıbdır, tamam. Mən bu obyektdən bir dənə, misal üçün, adını görmək istəyirəm. Və yaxud ki, bir dənə sadəcə, nə bilim, onun quantitesini görmək istəyirəm, tamam. Yəni, nə qədər sayı qaldığını görmək istəyə bilərəm. Həqiqətən də sistemlərdə bəzən olur axı, misal üçün, mən falan bir tutaq ki, məhsulun adına klikləyirirəm. Ambarımda tutaq ki 20 dənə, 15 dənə qaldığını mənə göstərir. Yəni ki, həmin o 15 dənə, 20 dənəni göstərməkdən ötürü mən option obyekti gətirib çıxarmamalıyam axı. Yəni option show eləməməliyəm də. Çünki mənə məlumat olaraq sadəcə quantity lazımdır. Mənə maraqlı deyil o hansı ID-yə sahibdir və yaxud ki, hansı kateqoriyaya aiddir. O mənə artıq maraqlı deyil. Yaxşı dostlar, əgər belədirsə, biz artıq deyə bilərsiniz ki, nə var ya burada? Debug print yaz, ən uzağı bread deyəcəksən və nöqtə deyəndə gözləyirdik ki, biz misal üçün onun altına xətt quantity çıxsın. Axı dostlar, biz artıq onu encapsulate eləmişik. Yəni ki, biz onu private eləmişik. Biz onu artıq kapsullaşdırmışıq bir qutunun içərisində. Biz ona istədiyimiz kimi çata bilmirik. Yəni, tamam, deyə bilərik ki, add elədiyimiz zaman biz onu add metodu vasitəsi edirik. Bəs yaxşı, add etdiyimiz kimi dostlar, eyni qaydada sizcə onu geriyə qaytaran, yəni ki, onu get edən və yaxud ki, onu bizə geri göstərən bir metod da ola bilərmi? Əslində dostlar, bəli var. Buna dostlar, biz biz deyəndə ümumiyyətlə qayda olaraq C# kimi dillərdə, ümumiyyətlə o bir digər proqramlaşma dillərində buna dostlar əslində setter and getter deyirlər. Dostlar, bizim əslində setter getterlarımız bizdə burada property sayılacaqdır. Sadəcə bir oxşatma olsun, bir bənzətmə olsun deyə və ki, kiminsə bir məlumatı varsa digər dillərdən bizim set metodlarımız, yəni set əslində buradakı add metodumuz aşağı-yuxarı bizim set metodumuza, yəni setter anlayışına uyğun gəlir. Çünki bizim baxın bu member variable'larımıza məlumatlarımızı set edir, düzdürmü? Add eləyir. Eyni qaydada dostlar, yəni biz eyni qaydada bu məlumatları oradan get də eləyə bilərik. Yaxşı dostlar, gəlin eləməyə çalışaq. Dostlar, deyəcəm ki, public təbii ki də geriyə bir məlumat qaytardığı üçün bu nə olacaqdır artıq? Subprosedur olmayacaqdır, bir function olacaqdır. Public function get quantity. Və dostlar, geriyə nə qaytaracaqdır? As bir integer tipində. Çünki bizim quantity'miz nə tipindədir? Bizim integer tipində olacaqdır. Dostlar, gördük işte nədir sadəcə? Bu get quantity bərabər olsun altdan xətt, altdan xətt quantity-yə. Yəni ki, bax, bu mənim member variable-mı mənə neynəsin? Geriyə return eləmiş olsun. Dostlar, artıq bundan sonra bread deyəcəm. Baxın dostlar, get quantity vasitəsi ilə mən bu mənə geri həmin quantity-ni qaytaracaqdır. Mən də onu debug print edərək əlavə etmiş olacağım. Və F5 düyməsini klik etdiyimiz zaman, baxın dostlar, 10 dəyərini geri qaytarmış oldu. Artıq təsəvvür edirsiniz ki, eyni qaydada mən dostlar, digər member variable'lar üçün də eyni qaydada get metodlarını yaza bilərəm. Public function, misal üçün get name ola bilər. Tamam, as bir string kimi ola bilər. Və get name bərabərdir altdan xətt name ola bilər. Və dostlar, eyni qaydada dostlar fikir verin indi. Gəlib desəm ki, debug print bread nöqtə get name deyə bilərəm.
Və dostlar, run düyməsinə kliklədiyimiz zaman həm adını, həm də quantity-sini görə bilərəm. Baxın dostlar, sual verə bilərsiniz ki, bunun show metodundan fərqi nədir? Show metodu bizə, yəni lazım olmadı bütün məlumatları gətirir. Amma biz bu get metodları vasitəsilə sadəcə bizə lazım olan məlumatları oradan götürə bilərik. Və dostlar, bu şəkildə artıq biz encapsulation qaydasını da, get metodlarını da həmçinin əlavə etmiş olduq. Dostlar, encapsulation qaydası əslində bunlardan ibarət deyil. Bayaqlar dediyim kimi biz əslində burada get metodlarını yazmışıq. Çünki add metodunu yazdığımız üçün mən burada gəldim əslində get metodunu yazdım. Sadəcə bir metod kimi. Amma təbii ki də bunun daha yaxşı variantı gələcək biz dərslərimizdə keçəcəyik. Bu property sayılır. Propertylər vasitəsilə biz bu işləri add anlayışını və sair propertylər vasitəsilə görəcəyik. Həmçinin orada da əslində property'nin metodlardan biraz daha üstün olduğunu da həmçinin siz görə biləcəksiniz. Dostlar, bu da eyni qaydada encapsulation qaydasında, get metodları, həmçinin də add metodunun istifadəsinə dair bir nümunə idi. Və yekun olaraq dostlar, encapsulation ilə bağlı, encapsulation bizim class product'ın member variable'larını bir encapsulate eləyir, bir qutu bir kapsullaşdırır, bir qorunaq bir ərazidə saxlayır və ora daxil olan məlumatları, həmçində oradan çıxarılan məlumatları kontrollu bir şəkildə yazıb və ya da ki, oradan geriyə qaytara bilir. Baxın dostlar, mən işin başında xatırlayırsınızsa kontrollu sözlərindən istifadə edirdim. Əslində, o kontrollardan biri də bizim yoxlamalarımız sayılacaqdır. Dostlar, encapsulation qaydası haqqında bu qədər. Və sonuncu məsələsi dostlar, artıq nothing açar sözündən biraz danışmaq lazımdır. Dostlar, nothing açar sözü və ya da ki, nothing anlayışı, bu dəyəri əsasən obyektlər üçün istifadə olunur. Hansı ki, obyektlər nothing ola bilər. Çünki dostlar, biz gəlin baxaq, dim number deyirəm, as bir, misal üçün integer kimi. Dostlar, F8 ilə adlandırdığınız zaman, baxın dostlar, number bir tip olaraq, sadə bir tip, basic bir tip olduğu üçün o dəyər olaraq, default dəyər olaraq ona 0 dəyərini vermiş oldu. Təbii ki də siz bilirsiniz ki, məsələn, mən bura gəlib də string yazsam, məsələn, bura text desəm və string yazsam və textin də dəyəri boşluq olmuş olacaqdır. Default dəyəri bunlar integerdə, rəqəmlərdə 0-dır, amma string dəyərlərdə isə boşluq olduğunu görə bilərsiniz. Lakin dostlar, bread kimi, hər hansı bir produktın əgər biz dəyişənini, product tipində olan bir dəyişəni yaradırıqsa, bu zaman onun dəyəri artıq nothing olacaqdır. Baxın dostlar, bu nə deməkdir? Nothing olmaq, normal tipdən fərqi odur ki, dostlar, nothing bir obyekt, nothing bir obyektin nothing olduğunu göstərir. Mənim əslində proqramım dostlar, bir obyekti yaradır və həmçində bir dəyişəni yaratdığı zaman onu ən sonda yaddaşdan həmçində silə bilir. Və təbii ki də dostlar, bread'in özü də bir dəyişən olduğu kimi, text kimi bir dəyişən olduğu kimi yaddaşdan o end saba gəlib çatdığı zaman, proqram dayandığı zaman yaddaşdan o avtomatik olaraq silinəcəkdir ki, yaddaşda yer tutmasın. Lakin dostlar, bəzi zamanlarda dinamik, misal üçün for döngülərində və s. Sürətli bir şəkildə çoxlu obyektləri yaratdığımız zamanlarda əslində biz əlimizlə manual olaraq artıq həmin obyekti yerindəcə oradan silməliyik. Mən misal üçün bread artıq burada misal üçün yaratmışam, gəldim, işimi gördüm, tamam, onu show elədim və s. və yerindəcə mən bunu burada silməliyəm. Çünki mən istəmirəm ki, artıq mənim bread adında bir obyektim mənim yaddaşımda yer tutsun. Çünki əks təqdirdə dostlar, misal üçün milyonlarla sətirdə artıq bizim proqramımız çox yüklənə bilər yaddaşı və belə olduğu təqdirdə yaddaşdan maksimum dərəcədə optimal istifadə etməliyik. Və belə olduğu təqdirdə dostlar, set deyəcəm. Nəyə? Həmin bu bread'in, bread adında olan bu obyektə və ona deyəcəm nə? Nothing. Və bu artıq dostlar, gəlin indi bunun gedişatına baxaq, görün bu necə iş görəcəkdir. Baxın, gəlir, obyektimiz yaranır, onu deməli add eləyir, ən sonda get metodlarından istifadə eləyir, onu debug eləyir. Baxın dostlar, hələ ki breadimiz, bread adında olan bu tipdə olan bir dəyişənimiz hələ ki bizim yaddaşımızda var. Lakin nothing etdiyimiz zaman, baxın dostlar, bütün məlumatların hamısını oradan təmizləmiş oldu. Biz bir növ obyektimizi yaradırıq, ondan istifadə edirik və daha sonra isə nə iş görürük dostlar? Artıq onu, öz yaddaşımızdan silmiş olacağıq. Və o zaman bu nothing ilə bağlı olan bir məsələ idi. Təbii ki də gələn dərslərdə də eyni qaydada mən buna daha dərin toxunmuş olacağıq. Bir
məsələni də demək istəyirəm dostlar. Yəni yeri gəlmişkən fikir versəniz burada biz belə bir iş görmüşük. Dim bread sales product və həmçinin daha sonra set eləmişik. Yəni bunu da zaten artıq danışdıq ki biz, yəni bread sadəcə bir burada obyekt yaratmır. Sadəcə mən deyirəm ki, mən birazdan bir dəyişəndən istifadə edəcəm. Lakin bu dəyişən özündə nəyi saxlayır? Yəni product-ın member variable-larını və ya ki product adında bir klassdan yəni istifadə edəcək və ən sonunda o növbəti addımda yəni biz həmin o product tipində olan bir obyekti yaratdıq. Dostlar, bu ümumi olaraq tövsiyə olunan bir variantdır. Yəni ki, mən birinci dəyişəni yaradım, daha sonra isə həmin dəyişənə obyekti set edeyim. Lakin dostlar, bunu bu şəkildə etmək əvəzinə daha asan bir üsulda, daha qısa bir variantda birbaşa set də edə bilərsiniz. Yəni ki, misal üçün dim bread deyərəm, bərabərdir, daha doğrusu bərabər yox, as new sales product adında bir bu şəkildə bir yazıda yaza bilərsiniz. Yəni ki, iki sətr əvəzinə birbaşa bir sətirdə yaza bilərsiniz və run etdiyiniz zaman heç bir problemsiz yəni işləyəcəkdir. Lakin dostlar, bunun yəni tövsiyə olunub olunmasını qoydum kənara. Ümumiyyətlə təbii ki də hər ikisi keçərlidir. Sadəcə dostlar, hər birinin fərqli bir işləmə qaydası var. Yəni ki, mən yuxarıki yazımda, yəni ki bu yazılışda, yəni dim bread və sonradan set olunma yazılışında dostlar dəyişəni yaradıram, amma onun set olunub olunmamasını bir şərtə bağlaya bilərəm. Yəni ki, mən ola bilər bir dəyişəndən istifadə edəcəm bu product, daha doğrusu bu modul daxilində. Sadəcə onun obyekt yaranıb yaranmaması bir şərtə bağlıdır. Məsəl üçün, baxın burada necə ki, mən hər hansı bir yoxlama edirəm və obyekti yaradıb yaradılmamasını bu şərtə əsasən təyin edirəm, düzdürmü? Əslində eyni qaydada, burada da yəni aşağı yuxarı eyni məntiqdən istifadə olunur. Mən dəyişəni tanımlayıram, amma onun bir obyektə bağlı olub olmadığı bir şərtə bağlı olacaqdır. Bax, belə olduğu təqdirdə dostlar, biz yəni bu şəkildə bir yazıdan istifadə edirik. Yoxsa, yox, əgər biz konkret bilirik ki, yəni biz bu tutaq ki, subprosedur daxilində hər hansı bir produktdan, yəni bir obyektdən istifadə edəcəyik və bunu yaranıb yaranmaması hər hansı bir şərtə bağlı deyil. Belə olduğu təqdirdə birbaşa, yəni digər, yəni bu yazılış üsulunun yəni bread as new-dan birbaşa yəni set olunmasından yəni istifadə edə bilərik. Bu dostlar, nothing ilə bağlı, həmçinin də yəni set olunması ilə bağlı olan bir məsələ idi. Dostlar, bununla da əslində biz ilkin, yəni birinci dərsimizə aid olan member variable nədir, ümumiyyətlə class model nədir, class nədir, obyekt nədir, onun içərisində olan member variable'lar nələrdir, encapsulation qaydasından bəhs edirik. Encapsulation qaydasına əsasən həmin member variable'lara xidmət göstərən add metodundan, show metodundan, get metodlarından yəni istifadə etdik. Həmçinin təbii bunları istifadə edərkən, bunları istifadə etmək üçün müəyyən yəni yaratmaq üçün dəyişənlərdən, set metodlarından və digər nothingdən istifadə etdik. Bu şəkildə dostlar, biz ilkin yəni variantda class nədir, necə yaranır və biz ondan necə istifadə edirik, yəni bunlar haqqında danışmağa çalışdıq. Dostlar, gələn dərsdə də eyni qaydada digər member, daha doğrusu digər komponentlərə baxacağıq, hansı ki bu olacaqdır bizim üçün property və digər məsələlərə baxaraq bu şəkildə dərslərimizə davam edəcəyik. Dostlar, bugünkü dərsimiz bu qədər. Gələn dərsdə görüşənədək.